Bu dəfə sizlərlə övladlarımıza xarici dili nə vaxt öyrətməliyik mövzusunda söhbət aparmaq istərdim. Bu çox önəmli və aktual bir mövzudur. Çünki valideynlər bəzən çətinlik çəkirlər ki, uşaq dilinimi xarici dildə açsın və yaxud da ki, öz dilində təmiz dil açdıqdan sonra mı ikinci bir dili öyrənsin və çox zaman seçim qarşısında qalarkən çətinliklərlə üzləşirlər. Hörmətli valideynlər, ilk öncə bunu vurğulamaq istərdim ki, bəzən uşaqlar olur ki, erkən yaş dövrlərində, 2-3 yaş dövrlərində müxtəlif xarici dil bilgilərini yiyələnə bilirlər. Lakin bu hamı üçün keçərli deyil. Uşaq psixologiyaları fərqli olduğu üçün biz bu mövzuya hər bir uşaq üzərindən diqqət yetirməliyik. Məsələn, bəzən xarici dil müəllimləri olur, qeyd edirlər ki, qoy uşaq xarici dildə dil açsın, zaten Azərbaycan dilini biləcək. Evdə hamı Azərbaycan dilində danışır. Amma bu çox yanlış bir düşüncədir. Nə üçün? Çünki psixologiyalar fərqlidir, uşaqların davranışları fərqlidir. Ola bilər, tamam, bir uşağı biz ana dilindən ilk öncə xarici dil öyrədəriksə, o çox mükəmməl həmin xarici dildə danışa bilər, fikrini izah edə bilər, hətta bir xarici kimi danışa bilər. İkinci tip uşaqlar var ki, hansı ki bu uşaqlar, biz onlara dil açmamışdan öncə xarici dili öyrətmiş olsaq, nitq ləngiməsinə gətirib çıxara bilərik. Çünki nitq beyinlə əlaqəli olan faktordur və bu uşağın beyninin inkişafı ilə əlaqəli olan bir şeydir. Praktikada görürük ki, əgər məsələn nitq ləngiməsi olan uşağa ikinci hər hansı bir, üçüncü xarici dil öyrədilərsə, nitq ləngiməsi ilə üzləşirik və eyni zamanda burada davranışlı problemlərlə üzləşirik. Yekun nəticədə davranış pozuntusuna gətirib çıxarır bütün bu problemlər. Ona görə biz ilk öncə övladlarımıza ana dilini öyrətməliyik. Çünki biz ilk öncə ana dilini nə üçün övladımıza öyrətməliyik? Milli kimliyimiz formalaşır. Bu çox önəmlidir. Və əgər uşaq ana dilində sərbəst öz fikrini izah edə bilirsə, ikinci, üçüncü və digər xarici dillərdə də öz fikrini tam ifadə etmiş olacaq. Öz ana dilində sərbəst danışa bilməyən, öz fikrini ana dilində izah edə bilməyən uşaq xarici dil öyrənərkən bir sıra çətinliklərlə əlbəttə ki, üzləşmiş olacaq. Burada eyni zamanda cümlə üzvlərinin düzgün quruluşu, cümlə quruluşu da çox önəmlidir. Bəzən bağçalarda biz problemlərlə üzləşirik. Valideyn övladı hələ Azərbaycan dilində təmiz danışmamış, rus dili və yaxud da ki, ingilis bölməsinə yönləndirmək istəyir övladını. Bu zaman biz valideynlərə tövsiyə edirik ki, hörmətli valideyn, tamam, övladınız ilk öncə ana dilində təhsil alsın. Çünki o mühitdə o özünü daha çox rahat hiss edəcək, komfort zonanı daha tez yaradacaq. Mən bağçaya adaptasiya prosesi üzərindən danışmaq istərdim ki, əgər uşaq dil açmayıb, evdə də heç bir xarici dildə danışılmır, uşaq ilk dəfə olaraq bağçada dinləyəcək, eşidəcək. Bu zaman biz adaptasiya prosesində çətinliklərlə üzləşirik, eyni zamanda sosiallaşmaqla problemlərlə üzləşirik və uşağın bağçada komfort zona yaratmağı problemləri ilə üzləşirik. Valideynlərlə təlimatlandırıcı söhbətlər aparanda qeyd edirik ki, ilk öncə övladınız ana dilində dil açdıqdan sonra digər xarici dillərə və digər xarici bölməyə keçirə bilərik övladınızı. Onda daha bağça adaptasiya prosesi rahat keçəcək və eyni zamanda övladınız ikinci dili aydın şəkildə, daha özünü ifadə edəcək şəkildə öyrənmiş olacaq. Nitq ləngiməsi olan valideynlərə buradan səslənmək istərdim ki, hörmətli valideynlər, bəzən nitq ləngiməsi olan, autizm spektri, davranış pozuntusu olan uşaqlar rus bölmələrinə yönləndirirlər və bəzən də məktəbə qədər təhsil müəssisələrində özəl sektor üzərindən danışmaq istərdim ki, uşağı itirməsinlər deyənə rus bölməsinə, ingilis bölməsinə yönləndirirlər uşaqları. Amma bir məqama toxunmaq istərdim ki, autizm spektrli və yaxud da ki, davranış pozuntusu olan, nitq ləngiməsi olan övladınızı digər xarici dil bölməli qrupa yönləndirmiş olsanız, onda bir sıra problemlərlə üzləşmiş olacaqsınız. Müəyyən müddətdən sonra zaten sizin övladınız bu dildə danışacaq. Dəfələrlə qeyd etmişik ki, bir dildə danışmaq üçün mütləq onun təhsili almaq vacib deyildir. Bunun üçün müxtəlif kurslar da var. Müəyyən müddət keçəndən sonra da siz bu dil bilgilərini yiyələnə bilərsiniz. Sonuncu tövsiyəm ondan ibarət ola bilər. İlk öncə övladlarınızı tanıyın. Övladlarınızın potensialına, psixoloji vəziyyətinə uyğun dil seçimi edə bilərsiniz.